Xoş gəlmisiniz. Videoya başlamamışdan əvvəl videonu bəyənib, sonda isə öz fikrinizi yazın. Videonu bəyənən və izləyən hər kəs bu il düşərli, ruzili və sağlam həyat yaşasın. Xoş izləmələr. Oxatan üçün bu dövr enerjili başlayır. Ulduzlar sənə hərəkət və dəyişiklik mesajı verir. Pul mövzusunda gözlənilməz bir xəbər ala bilərsən. Gecikmiş bir ödəniş nəhayət ki, əlinə keçə bilər. Bu pul səni rahatladacaq. İş həyatında yeni məsuliyyətlər ortaya çıxır. Rəhbərlik səndən daha ciddi yanaşma gözləyir. Sən isə bunu fürsətə çevirə biləcəksən. Yeni layihə sənə həm təcrübə, həm qazanc gətirəcək. İş yoldaşlarınla münasibətlərdə açıq ol. Sevgi həyatında isə emosiyalar güclənir. Uzun zamandır danışılmayan mövzular gündəmə gələ bilər. Açıq ünsiyyət münasibəti xilas edə bilər. Subay oxatanlar üçün təsadüfi tanışlıq görünür. Bu tanışlıq ilk baxışda sadə görünəcək. Amma zamanla dərinləşəcək. Pul və sevgi arasında balans yaratmaq vacibdir. Çünki maddi stres hisslərə təsir edə bilər. Özünə inamını itirmə. Bu dövr səni daha güclü edəcək. Bu mərhələdə oxatan daha strateji düşünməlidir. Pul xərcləyərkən ani qərarlardan qaç. Lazımsız alışlar sonradan peşmanlıq yarada bilər. Qazancını artırmaq üçün əlavə iş fikri yarana bilər. Bu ideya ilk əvvəl çətin görünəcək. Amma səbr etsən nəticə verəcək. İş həyatında rəqabət artır. Kimsə sənin yerini tutmaq istəyə bilər. Buna görə də performansını göstər. Səssiz qalmaq bu dəfə xeyrinə deyil. Sevgi sahəsində isə keçmiş mövzular qayıda bilər. Köhnə bir insan yenidən xəbər göndərə bilər. Bu mesaj səni düşündürəcək. Dərhal qərar verməyə tələsmə. Hisslərini analiz et. Mövcud münasibətin varsa dürüst ol. Gizli qalan mövzular açılmalıdır. Maddi planlar sevgiyə təsir göstərəcək. Birlikdə gələcək planlamaq gündəmə gələ bilər. Doğru qərar uzun müddətli rahatlıq verəcək. Oxatan üçün bu dövrdə risk və şans yan-yana gedir. Pul baxımından cəsarətli addım ata bilərsən. Amma hər riski hesabla. Qısa zamanda böyük qazanc vəd edən işlərə aldanma. İş həyatında xariclə bağlı mövzu yarana bilər. Uzaq yol, onlayn iş və ya yeni bazar görünür. Bu dəyişiklik səni həyəcanlandıracaq. Özünü inkişaf etdirmək üçün şansdır. Rəhbərlər sənin potensialını fərq edir. Daha böyük məsuliyyət verilə bilər. Sevgi həyatında romantika artır. Kiçik jestlər böyük təsir yaradacaq. Partnyorun diqqət və qayğı gözləyir. Subaylar üçün məsafəli sevgi ehtimalı var, sosial şəbəkə üzərindən tanışlıq ola bilər. Maddi mövzular bu münasibətdə önəmli rol oynayacaq. Pul məsələsində açıq danışmaq vacibdir. Gizli narahatlıqlar münasibəti zədələyə bilər. Səmimiyyət hər şeyi asanlaşdıracaq. Ürəyinə güvən, amma ağlını da işə sal. Bu dövrün sonuna doğru oxatan rahatlama hiss edəcək. Əvvəlki gərginlik tədricən azalacaq. Pul baxımından sabitlik yaranır. Gəlir və xərclər balanslanmağa başlayır. Bu sənə güvən verəcək. İş həyatında verdiyin əməklərin qarşılığını görürsən. Kiçik uğurlar böyük motivasiya yaradacaq. Yeni hədəflər müəyyənləşdirəcəksən. Öz yolundan şübhə etmə. Sən doğru istiqamətdəsən. Sevgi həyatında isə aydınlıq gəlir. Qarışıqlıq yerini sakitliyə verir. Münasibətdə qarşılıqlı anlayış artır. Birlikdə planlar qurmaq asanlaşır. Subay oxatanlar üçün ciddi biri görünür. Bu insan sabitlik hissi verəcək. Pul və iş mövzularında dəstək ala bilərsən. Bu dəstək münasibəti gücləndirəcək. Daxili rahatlıq ən böyük qazancındır. Özünü axına burax və anın dadını çıxar.